Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Nahid Həsənovun cinayət üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əskərova Məmmədovanın sədri ilə keçirilən prosesdə ona hökm oxunub. Hökmə əsasən Nahid Həsənov 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edilək ki, hadisə ötən ilin avqustun 4-də Qaradağ rayonu ərazisindəki Qobu Park 3 yaşayış massivində qeydə alınıb. İstintaqla müəyyən edilib ki, o qonşusu Bəhruz Məmmədovun bacısı oğlu Muradlı Əbülfəzlə öz övladı Osman Həsənov arasında həmin kompleksin həyətində baş vermiş mübahisənin səbəbini aydınlaşdırmağa çalışıb. Bu zaman Nahid Həsənov Bəhruz Məmmədovun onun övladı Ayan Həsənovanın ünvanına nalayiq ifadələr işlətməsini öyrənib. Buna görə onu öldürərək qisas almaq qərarına gəlib. Bu məqsədlə Nahid Bəhruz Məmmədovu kompleksin həyətində görüşə dəvət edib və cinayətkar niyyətini həyata keçirmək üçün özü ilə bıçaq da götürüb. Nahid Həsənov həmin gün Qobu Park 3 yaşayış kompleksində yerləşən 37 nömrəli binanın yan tərəfindəki yol ayrıcında Bəhruz Məmmədovla görüşərkən şəxsi münasibətlər zəminində əlbəyaxı olub. Bu zaman onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib. Daha sonra üzərindəki bıçaqla Bəhruz Məmmədovun kürək nahiyesinə bir ədəd həyati təhlükə sayılan zərbə indirib. Nəticədə Bəhruz Məmmədov kəskin daxili qan itirmədən ölüb. Nahid Həsənova qarşı Cinayət Məcəlləsinin 120.1-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə ittiham ilə sürülüb. Orxan Rasifoğlu, məhkəmə xəbərləri.